Hər kəsə salam. Gəlin bugün sizinlə şərt operatorundan belə bir məsələyə onun kodunun yazılmasına nəzər yetirək. Görək bunun kodu necə yazırlar. Deməli, məsələnin şərtində bizə deyir ki, 4 rəqəmli ədəd verilir və bu 4 rəqəmli ədədin yazılışındakı cüt rəqəmlərini silin. Belə eləyə bilərik. Məsəl üçün, tutaq ki, bizə deyir ki, 2, 3, 6, 0. 6 olmasın, bu 7 olsun. Deməli, biz nə etməliyik? 2 ilə 0-ı silməliyik, 37 qalmalıdır. Burada da deyir, 0-ı cüt rəqəm kimi qəbul edin. Problem deyil, yaxşı. İlk öncə bizə mütləq şəkildə klaviaturadan daxil edilən ədəd, bir dəqiqə üzr istəyirəm, klaviaturadan daxil edilən ədəd yazıram. N bərabərdir, intim. Yazdım mı? Yazdım. Gəlirəm. İndi mən istəyirəm ki, buradakı ədədləri, yəni cüt ədədləri silim. Yazıram ki, S bərabər. Birincisi, N bərabərdir, STR, N edeyim. Bu ədədi nə edim? Sətrə çevirim. Sətrə çevirməyə də bilərəm. Məsələn, S bərabərdir, bir dırnaq işarəsi qoya bilərəm və while dövründən istifadə edirəm. Deyirəm ki, n nə qədər ki böyükdürsə 0-dan. Deyirəm ki, məsələn, x bərabərdir n mod 10. N mod 10 və if x mod 2 bərabərdirsə 0-a. O zaman nə edirəm? Yazıram ki, məsələn, Q bərabərdir. Bax, biz həmin o son rəqəmi silmək istəyirik. Ədədin cüt rəqəmini silirik. Məsələn, yazıram ki, n bölünsün nə? 10. Mən bu n bərabərdir, n bölü 10 yazdım. Aha. Hə. Baxın, gəlin icra eləyək. Məsəl üçün bir saniyə. Save eləyirəm. Məsələn, belə bir şey yazıram. Məsəl üçün, bizdə hələ biz ortaya bir şey çıxartmamışıq. Deməli, yazıram ki, S bərabərdir. Yox, belə yazmayaq. Gəlin, x mod 2 bərabərdirsə 1-ə. X mod 2 bərabərdirsə 1-ə. S bərabərdir. S plus dırnaqda, yox, STR. Deməli, açmıyorum tərsə. N mod 10. N mod 10. Mən əgər təkdirsə, tək rəqəmlərimi yığacam. Sonra da n də bərabərdir. N böl 10 yazıram. Print S yazıram. Print S yazdım. Gəlin, icra edirəm. Məsələn, 2, 4, 5 belə bir şey yazıram. Mən 73 oldu. Mən indi istəyirəm ki, 37 kimi çap olunsun da. 37 kimi çap olunmağını istəyirəm. Bax, bunu belə eləyirəm. Aha. Всё. Bir dəqiqə bunu da silək və gəlirik. Belə bir, məsələn, 2, 3, 0, 9 və baxıram ki, cüt rəqəmlərimi sildi və mənə yalnız və yalnız tək rəqəmlərimi saxladı. Niyə? Çünki mən başqa bir əməliyyat icra eləmirəm. Çünki mənə deyir ki, bu ədədin yazılışından cüt rəqəmləri silin. Başqa bir əmr etmədiyi üçün mən bunları yazıb, cüt rəqəmlərimi silib, tək rəqəmlərindən ibarət bir ədəd almış oluram. İstəsəniz, siz bunu sonda int tipinə də çevirə bilərsiniz. Hər kəsə